Bir çoxları sual verir. Doktor, ayaqlarım keyiyir, uyuşur, belimdə ağrı var, dizimdə ağrı var, əyilə bilmirəm, qalxa bilmirəm, oturub dura bilmirəm. Bax, bunların səbəbi oynaqlarda olan ən çox da 4-5-ci bel fəqərəsində olan osteoxondroz deyirlər, yırtıq deyirlər, qabarma deyirlər, lol-birdə sürüşmə də deyirlər. Diz oynağında olan o yeyilmə deyilən hallardır. Bax, bunun nəticəsində o sinir kökləri sıxılır və həmin hallar baş verir. İnsan müalicə alır uzun illər, dərman müalicələri alırlar, çox vaxt yaxşı nəticə ala bilmirlər. Bax, bunun üçün əvəzi olmayan, dünyada analoqu olmayan xitozan deyilən bir məhsul var. O dəniz xərçəngi zirehlə düzəldilibdir, həm qırdağı bərpa edir, həm də oynaq arası mayını bərpa edir və nəticədə oynaqlarda hərəkçilik yaxşılaşır, ağrısız olur. Kalsiumla üstə gələndə isə o kalsium həmin o çöküntülərin qarşısını alır. O oynaqda, qırdaqda əmələ gələn çöküntüləri təmizlədiyinə görə həmin hal ikisi bir yerdə daha yaxşı bərpa olunur. Həm də kalsiumla o sümüklərin sızıldayır, ağrı deyilən halları çox yaxşı aradan qaldırır. Əldə edin ikisini birlikdə və sağlam, rahat yaşayın. Sağ olun, salamat qalın.